Çələmi əvvəlcə yuyursunuz qəşəng-qəşəng. Yuyundan sonra qara hissələrini, çuxurlu hissələrini çıxardırsınız. Bax bu hissələri, belə bir hissələri çıxardırsınız. Həmçinin də xiyar turşusu qoymuşam. İndi bunu çıxardandan sonra çələmi bax, buradan bıçağı qoyuruq yavaş-yavaş. Rahat olmaq üçün çələmi baxın 2 hissəyə ayırdım. Sonra da bu formada xırda doğrayacağıq. İndi kim iri sevir, kim balaca sevir, özü təyin edə bilər. Baxın biz belə sevirik. Birinci belə layla doğradım. Ondan sonra da xırda kəsəcəm. Bax bu formada olur. Məndə əslində kələmin suyu var idi deyənə, mən təkrar su düzəltməyəcəm. Həmin suya əlavə edəcəm. Siz nə edirsiniz? Çuğundur, kələm, kök, biber və cəfəri götürürsünüz qəşəngcə. Hamısını tökürsünüz bax beləcə. Bir plastik qabın içinə bunu da kələm çuğundurla qəşəngcə ovursunuz. Bir gecə saxlayırsınız ki, o çuğundurun suyu kələmə qarışsın. Ondan sonra vedrədə və yaxud da balaca bir qabın içində su düzəldirsiniz. 1 stəkan sirkə, üzüm sirkəsi, 1 qaşıq duz, 1 qaşıq pesok və 1-2 damla eksus tökürsünüz. Ondan sonra hamısını atırsınız bunun içinə. Yumru, düyü, sarımsaq. Sarımsağı nə qədər çox qoysanız o qədər yaxşı olur. Ondan sonra hazır şoraba bax bu formada olur.